Hürmetli müəllimler, profesörler, alimler, tələbələr, Azərbaycan Devlet İqtisad Üniversitesi'nin kollektivi. Ben sizi üniversitetin 70 illik yübleyi münasebetiyle yürekten tebrik ederim. Size, üniversitetin bütün müəllim tələbələrine, hamınıza can sağlığı, işlerinizde uğurlar, hayatınızda saadet arzuluyorum. İktisad Üniversitesi'nin 70 illiği münasebetiyle ben size tebrik mektubu göndermişim. Mektup bugün mətbuatda dərc olunubdur. Güman edirəm, siz onunla tanış olmuşsunuz. Ancak buna bakmayarak ben sizin davetinizi kabul edip bu yübley merasiminde sizle bir yerde olmağımı vacip bildim ve sizin yanınıza geldim. Üniversitetin rektörü Ali Abbasov, üniversitetin tarihi hakkında, geçtiği yol hakkında, elde ettiği nailiyetler hakkında ve hususen son illerde devlet müstakilliğimiz illerinde ve onun son illerinde sizin elde ettiğiniz nailiyetler hakkında malumatlar verdi. Bu malumatlar sevindiricidir. Biz bugün bir daha Azerbaycan'da geçen asrın 20. illerinden âli təhsilin yaranması ve inkişaf etmesinin böyük fürsət almasının bir numunesini nümayiş edirik. Bizim halkımız 20. asrın 20. illerinden başlayarak kütlevi surette təhsilləşmeye başladı. Kısa bir zamanda büyük orta mektepler şebekesi yarandı. Âli təhsil ocakları yarandı. 1919. yılda Halk Cumhuriyeti tarafından yaratılmış ilk Azerbaycan Üniversitesi, Azerbaycan'da âli təhsil sisteminin esasını koydu. Ancak sonraki illerde âli təhsil sistemi görünmemiş süratle inkişaf etti. Eğer hatırlasak ki o iller Azerbaycan'ın ahalisinin ekser hissesi savadsızdır. Azerbaycan'da âli təhsilli mütehassisler çok azdı. Bizim milli kadrolarımız yoktu. Bunları nazar alsak təsəvvür edebiliriz ki o illerde Azerbaycan'da âli təhsil sisteminin yaranmasında ne kadar büyük işler görülüptür ve bizim bugünkü âli təhsilin
nə qədər möhkəm təməli qoyulubdur. Bu ali təhsil ocaqlarından biri də Azərbaycan İqtisad İnstitutudur, indi İqtisad Universitetidir. Bizim bəzi ali məktəblərimiz yaranandan çox uğurla ardıcıl surətdə öz sahəsini əhatə edərək inkişaf etmiştir. Ancaq bunlardan fərqli olaraq 1930-cu ildə yaranmış İqtisad İnstitutu sonraki devirdə ağır bir tarixi devir keçmiştir. Gah o çalışmıştır, gah fasiləsi olmuştur, bəzən adı dəyişilmiştir, bəzən profili dəyişilmiştir. Hər halda başqa bizim ali məktəblərdən fərqli olaraq bu ali məktəbimiz əvvəldən özünə lazımi istiqamət götürə bilməmişdir. Ben indi burada oturarkən düşündüm ki, bunun təbiidir, həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, başqa ali məktəblər keçən illərin, əsrlərin təcrübəsindən irəliyə gəlmiş və onların əsasında öz təhsil sistemini qurub, inkişaf etdirmiş bir ali məktəblər oldular. Məsələn, əgər götürsək Bakı Dövlət Universitetini, bəli, universitet sistemi və müxtəlif profilli universitet sistemi geçmişte Çar Rusiyası vaxtında da mövcud olmuştur. O üniversiteti yaradarken yeni bir şey icat olunmamıştır. Sadece Azerbaycan'ın imkanlarından o vaxtki imkanları çərçivəsində müəyyən fakültələr yaranmış, o fakültələrin də istiqamətləri artıq əvvəlki devirlərdən müəyyənləşmişdir. Yaxud tip institutunu götürsək, tip universitetini, burada heç bunu araştırma ihtiyaç yoktur. Tip qədim devirdən tiptir, müalicədir, insanların müalicəsidir və tip ali məktəbləri çox əsrlər geçmişdə dünyanın müxtəlif ölkələrində, o cümlədən Çar Rusiyasında mövcud olmuştur. Demək, bu müəyyən qədər bu ənənə də davam etdirilmişdir. Ancaq Azərbaycanda İqtisad İnstitutu yaradılır. Hansı İqtisad İnstitutu? Bəlkə bizim heç iqtisadçılar da, tarixçilər də məsələnin bu hissəsinə o qədər diqqət yetirməyiblər. Və təsadüfi deyil ki, ilk dəfə yaranır Kooperativ Ticarət İnstitutu. Sonra keçir olur bu iqtisad. Çünki Sovet hakimiyyəti vaxtında geçmiş iqtisadiyyatdan, geçmiş iqtisadi sistemdən, geçmiş kuruluştan imtina edilmiştir. Ama iqtisadiyyatın, xüsusən təhsilinin, elminin yaranması prosesi o vaxt Sovet hakimiyyəti vaxtında yaranan iqtisadi sistemi əks etdirməliydi. Bu iqtisadi sistem de özü ancak yaranırdı, hala yaranmamıştı.
Ve onu yaratmak da asan değildi. Yaradırdılar. Bunlara göre de hesap ederim ki bizim bu İktisat Enstitüsü biraz bu barada başı belalı enstitü olubdur geçmişte. Çünkü bunun kökü olmayıbdır. Hansı iktisat? Ve sorular geldi çıktı 30. yıllarda ki siyasi iktisat demek bunun esasını teşkil edir. Sosyalist iktisadiyatı ve malum olan siyasi iktisadiyatın esas kökleri de artık hamıya malumdur. Hesap ederim ki bu enstitütün böyle ardıcıl surette, lazımın seviyede inkişaf edebilmemesinin objektif sebeplerinden biridir. Subjektif sebeplerinden ise odur ki təəssüflər olsun ki bu enstitüt tarihin muhtelif merhalelerinde muhtelif olabilir insanların o kadar da müsbet olmayan faaliyetlerinin neticesinde inkişaf edebilmemiştir. Artık İkinci Dünya Muharebesi'nden sonra hatırımdadır hala İkinci Dünya Muharebesi kurtarılan sonra da bu İktisat Enstitüsü elə sen diyen bir böyle samballı enstitüt değildi. Ve âli mektepler sırasında da o kadar büyük hürmete malik olan da bir enstitüt değildi. O vaxtları biz gençler yadımdadır, düzdür. Benim gençlik enstitüte daxil olmam devri müharibeden qabaqçı illərə təsadüf edibdir. Ancaq ondan sonraki illərdə də mesela tutaq ki 45, 46, 47. illərdə xatirimdadır məktəbi qutaran tələbələr daha da çox gedirdiler. Bu dəqiq fənlərə gedirdiler. Sonra bu neftle alakadar olan o vaxt endüstriyel enstitüsuna gedirdiler. İnşaatla alakadar olan fakültelere gedirdiler. Yaxud da ki o vaxt bir böyük meyil vardı bu edebiyat, filologiya, tarih elmlerine böyük meyil vardı o illerde. Ancak iktisad elmi o vaxt hele böyle hakikaten bir elm seviyesine gelip çatmamıştı. Kocaman iktisatçılar beni bağışlasınlar bu sözlerime göre. Ama bu hakikattir. Gelip çatmamıştı. Ona göre de bu enstitüye o kadar marak da yoktur. Benim yadımdadır. 45-46. yıllardaydı. Ben Bakı'da burada gelmiştim. Bu üniversitelerle bazılarıyla öyle bu devlet üniversitesiyle başka enstitülerle tanış oldum. Bazı yerlere çok talebeler akını vardı. Ama böyle bir iktisat enstitüsü vardı. Oraya hiç gidip arıza veren de yoktu. Yahut da veren de azdı. Yahut da ki derdiler kim hara arıza verebilmirse, hara dahil olabilmirse gelir oraya arıza verir. Bu çeşmiştir. Təəssüflər olsun ki bizim devrimizde de yani şahsen benim Azerbaycan'da bu rehber olduğum devirde de biz çalıştık ki bu İktisat Enstitüsü başka enstitülerin seviyesine gelsin, çatsın. Ancak ben itiraf etmek istedim, biz buna nail olabilmedik. Çünkü burada muhtelif, belki de öz ihtisasını bilmeyen, bu müəllimlik vəzifəsindən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən, yaxud başqa məqsədlər güdən ayrı-ayrı qüvvələr vardı, toqquşmalar vardı, çəkişmələr vardı, intriqalar vardı.
Ancak biz çalıştık ki bu İktisat Enstitüsü'nü 70. yıllarda lazımlı seviyeye kaldırak ve onu kaldırabildik. Ve 80. yıllarda da artık bu İktisat Enstitüsü yüksek seviyeye kalkmıştır. Ancak sonra yine burada hem enstitünün dahilinde hem de onun etrafında bazı böyle bir ifadəni işlədə bilərəm, mafyoz qüvvələr burada hərə öz şəxsi məqsədlərindən nail olmaq üçün burada intriqalar yarattılar, çəkişmələr yarattılar və Moskvaya dalbadal ərizələr, anonimkalar, məktublar, bir-birine hakkında şikayet, birbirini günahlandırmak dəhşətli bir vəziyyətidir. Ben o yıllar artık Moskvada işləyirdim, ama bu sadalar mənə gəlirdi. Və bu işi edənlər, öz şəxsi mənafeyləri üçün bunu edənlər anlamırdılar ki, o vaxt artık Azerbaycan'a karşı bu Dağlıq Qarabağ probleminin meydana çıkartması için cürbəcür hərəkətlər başlanan vaxt Azerbaycan'a karşı təzyiqlər gösterilen vaxt onlar bu hərəkətləri ilə öz ölkələrinə, respublikalarına, xalqına, millətinə zarar gətirdilər, ləkələyirdiler. Təbii ki, noksanlar vardır. Təbii ki, yazılan ərzələrdə müəyyən həqiqətlər də vardır. Ama iftiralar, yalanlar da çoxudur. Ancak eğer bizim xalqımız, bizim millətimiz, bizim alimlərimiz, bizim bilim adamlarımız bu məsələləri öz aralarında araştırıp karar kabul edebilmezler mi? Moskva'ya meşoklarla anonimkalar gönderdiler. Burada Ali Abbasov dedi. Ancak o hadise çok Azerbaycan için çok dəhşətli bir hadise oldu. Hansısa komisyalar gelmişti, buraya yoklamışlar, eləmişlər ve iş öyle çatmıştır ki Azerbaycan'ın İktisat Enstitüsü'nün meselesi Moskva'da en yüksek seviyede bakılırdı. O vaxt Komünist Partiyasının Mərkəzi Komitəsinin nəzdində bir komitet partinin kontrolü vardı. Bu bütün belə işlərə baxırdı. O ancak çok büyük devlet ve parti əhəmiyyətli olan işlərə baxırdı. Bu mesele gedib oraya düşmüştü. Devlet Nəzarət Komitəsi vardı onda, SSR-də. Onlar baxırdılar. Ve ben de orada işləyərkən bu şeylerin bazılarından haberim olmamıştı. Yani bunlar bunu benden gizletmiştiler. Baxmayaraq ki, mən Politbüronun üzvü kimi ve SSR Nazirlər Sovetinin sədrinin birinci mavini kimi SSR'nin bütün ali təhsil sistemine, orta təhsil sistemine ve peşe təhsil sistemine rəhbərlik edirdim. Buna bakmayarak bunu benden gizletmiştiler. Bir gün meselenin çıkarttılar Politbüro'nun iclasına. Hırda bir mesele, Politbüro'ya yaranmayan bir şey, yaraşmayan bir şey Politbüro'ya. Bunu orada Mərkəzi Komitənin təlimatçısı baxa bilər ancaq buna. Ve hali təşrif verildi ki, Azerbaycan'da İktisat Enstitüsü belə bir berbat vəziyyətdə olduğuna göre bağlansın. SSR'nin ali təhsil tarixində bu ilk hadisəydi ki,
belə bir qərar qəbul olunmuşdur. Başa düşdünüzmü? Bu 87-ci ildə idi. Mən çox acıdım onda. Çox acıdım. Ancaq artıq hər şey həll olunmuşdur. Bunu kim etdi? Bizim öz vətəndaşlarımız, Azərbaycanlılar ancaq ermənilərin, başqalarının əlində oyuncaq olaraq bu işləri edənlərdirlər. Bu böyük bir ləkə oldu Azərbaycanın ali təhsil üçün. Və bu ləkəni də bax, bu Azərbaycana yaxan burada həmən bu işlərlə məşğul olan insanlar oldu. Mən bəlkə də bu bayram günü bunu deməməliydim. Ancaq mən həqiqət sevən adamım. Başqa mənim əlimdə bir fürsət olmayacaq, bir də sizdən görüşüm bunu deyim. Bunu deyirəm. Və güman edirəm ki, həmən Azərbaycan xalqına o cürə xəyanət etmiş insanlar heç olmasa indi xəcalət çəkməlidirlər. Onların bəziləri akademikdirlər, bəziləri professordular, bəziləri falandılar. Qoy bilsinlər, onlar heç olmasa özləri öz vicdanları ilə oturup bir söhbət eləyib, öz günahlarının bizim xalqımız üçün nə qədər zərər vurduğunu anlasınlar və hamı da bundan nəticə çıxarsın. Biz gərək millətimizi qoruyaq. Biz gərək xalqımızı qoruyaq. İndi bu sözlər daha da aktualdır çünki indi biz müstəqil ölkəyik, müstəqil devlətik. Millətimiz inkişaf edir. Baxıram bu zala. Mən o illərdə də belə zallar görmüşəm. Amma burada kimi görürəm? Hamısı Azərbaycanlı. Hamısı bizim millət burada yığışıbdır. Mən bundan fəxr edirəm. Bizim fəxr etməyə çox əsasımız var. O cümlədən mənim də. Ancaq bugün burada mən sizlə görüşərkən, bu salona baxarkən, sizə baxarkən fəxr edirəm. Fəxr edirəm ki, bizim milli ali təhsilimiz var. İndi artıq yetişən gənc milli kadrolarımız var. Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş kocaman professorlarımız var, alimlərimiz var. Fəxr edirəm bundan. Bu böyük neymətdir. Gəlin, bundan sonra bu neyməti əlimizdə möhkəm saxlayaq. Dünya dəyişəndən sonra, yəni Sovet İttifaqı dağılandan sonra, sosyalist sistemi dağılandan sonra dünyada çok şey değişir. Ama bazı şeyler o kadar da değişmir. Mesela riyazat elmi değişmir. Nece var elde kalır. Fizik elmi değişmir. Bu Sovet hakimiyetinde olsun, ya kapitalist hakimiyetinde olsun, ya geçmişte olsun, ya bizim müstakil devlette olsun. Fizik elmi fizik elmidir. Ama içtimai elmler, bunlar çok değişir ve değişmelidir.
mütləq dəyişməlidir. Bunlar hamısı indi bizim müstəqilliyimizin inkişaf etməsinə xidmət etməlidir. Bizim milli müstəqilliyimizi əks etdirməlidir. Və elmdə, təhsildə, kadronun hazırlanmasında bu dəyişikliklər gərək yeni Azərbaycanın yaranmasına xidmət etsinlər. O cümlədən iqtisad elmi. Geçmişte olan iqtisad elmi bizim ölkədə daha özünü doğrultmadı. İndi sizin çoxlarınızın yazdığınız əsərləri təbiidir ki, sizin o kitab rəflərində saxlamalısınız. Qiymətlidirlər onlar tarixi öyrənmək üçün. Amma bu gün üçün onların əhəmiyyətləri yoxdur. O əsərlər ki, siyasi iqtisad konsept əsasında yaranıblar. Onların heç birisinin bugün bizə xeyri yoxdur. Xeyri bir ola bilər ki, sadəcə indiki elmi konsepsiyaları onlarla müqayisə edəndə görək o vaxt nə varmış, indi nə varmış. Amma indi bizim iqtisadi konsepsiyamız və ümumiyyətcə devlətimizin siyasəti məlumdur. Azərbaycan hüquqi, demokratik, dünyavi devlettir. Azərbaycanda demokratik değerler ardıcıl surette bərqərar olmaqdadır və inkişaf etməkdədir. Və bizim ana yolumuzdur. Bu yolla biz daimi gedəcəyik. Başka yol yoktur. Biz demokratiya yolunu seçmişik. Demokratiyanın təmin etməsi üçün onun iqtisadi əsası bazar iqtisadiyatıdır. Bazar iqtisadiyyatının özünün qanunları var. Bazar iqtisadiyyatı ümumiyyətcə siz mütəxəssislər yəqin ki, məndən bunu yaxşı bilirsiniz. Ancaq mən də bu bazar iqtisadiyyatına məşğul olan bir adam kimi az bilmirəm. Bazar iqtisadiyyatı öz-özünü tənzimləyən bir şeydir. Mən de vaxt alıb siyasi iqtisad elmi ilə bazar iqtisadiyyatını müqayisə edib nəyin olduğunu bildirmək istəmirəm. Ancaq bir şey aydındır ki, bazar iqtisadiyyatı özünü tənzimləyən bir iqtisadiyyatdır. Bunda sözü bazardır. Bazar varsa iqtisadiyyat var. İqtisadiyyat bazar üçündür. Ona göre de bizim elmimiz, təhsilimiz de bak bizim devletimizin hem xarici hem daxili siyasətini həyata keçirilməsini təmin etməlidir. Bazar iqtisadiyyatına keçid bu böyük bir prosesdir. Bizdə bəzi adamlar belə hesab edirlər ki, yox, elə bugün akşam yattın, səhər durdun, akşam başkaydı, səhər bazar iqtisadiyyatı oldu. Yaxud akşam yattın, səhər durdun, səhər demokratiyadır. Doğru değil. Bunların hamısını tam təmin etmək üçün həm demokratiyanın bütün prinsiplerini, bütün demokratik değerleri, insanların azadlığını, sərbəstliyini, söz azadlığını, mətbuat azadlığını tamamıyla insanların beynine yeritmək üçün ve her bir insanın şuurunda həkk etmək üçün ardıcıl iş aparılmalıdır. Ağıllı iş aparılmalıdır. Ve buna zaman lazımdır. Eləcə də bazar iqtisadiyyatı.
Xüsusən bizim kimi bir ölkədə 70 il bizim xalqımızın şuurunda sosyalist iktisadiyatının bütün prinsipleri aks olunubdur. Kiminkinde az, kiminkinde çok. Bunu bir günde, bir ilde çıkartmak mümkün değil. Ama aynı zamanda bunu çıkardıp onun evazına pazar iktisadiyatı gibi çok gayri adi olan, yani çok da sade olmayan bir iktisadi sistemi tatbik etmek için çok işler görmek lazımdır. Onu biz görürük, bilirsiniz. Ne kadar biz kanunlar kabul etmişiz. Ne kadar mecelleler kabul etmişiz. Sistemimizi ne kadar değiştiririk. Eğer götürseniz son 5 ilde bizim iktisadi sistemin esasını teşkil edilen senetler, kanunlar, fermanlar haddinden artık çoktur. Bunları yaratmak bizim vazifemizdir. Biz bunu etmişik. Ve demek olar ki vaktinde etmişik. Ama bunları tatbik etmek, her bir insana bu ya diğer kanunun, fermanın müddalarını cemiyet için, o insanın özü için, onun ferdi biznesi için anlatmak yahut da ki onun bunu derk etmesi büyük bir prosestir. Ve bu proses bizde gelir ve gidecektir. Biz burada dayanmayacağız, bilin. Katiyen. Çünkü biz inanırız ki yalnız bu prosesi ardıcıl surette hayata geçirerek biz Azerbaycan'ın iktisadiyatını daha da çok inkişaf ettirebiliriz ve Azerbaycan halkının refah halini daha da yaxşılaştırabiliriz. Bu bizim əməli işimizdir. Aynı zamanda bu nəzəriyyə ilə bağlıdır. Bu dünya təcrübəsi ilə bağlıdır. Ve dünya təcrübəsini siz toplamalısınız. Bizim mütəxəssislər, alimlər bu sahanın müvafik işçileri nəzəriyyəni, yani burada bir yeni nəzəriyyə icraat etmeye ihtiyaç yoktur. Onları ümumiləşdirmək, onları bizim iktisadiyatımıza uygunlaştırmak, bunlar da sizin vazifenizdir. Bilirsiniz ki biz 95-96 ildən ardıcıl surette iktisadi islahatlar hayata geçirdik. Onların görürsünüz ne kadar güzel neticeleri var. Mesela bizim Azerbaycan'da 95-96 ildən başlanmış hayata geçirilen torpaq islahatı qətiyyətlə demiyorlar ki MDB ölçeleri mekanında en yüksek neticeler vermiş ve en uğurlu hayata geçirilmiş islahatlardan biridir. Biz bunun neticelerini görürük. Kent təsərrüfatı 98% özelleştiriliptir ve bu özelleştirme kent təsərrüfat məhsullarını əvvəlkilərə nisbətən xeyli artırıbdır. Bu da ahalinin bu məhsullara olan ihtiyacını təmin edir. Özelleştirme ümumiyyətcə ne kadar güzel neticeler verir. Özelleştirme bizim iktisadiyatımızın bütün sahalarına aittir. Hem sanayiye, hem kent təsərrüfatına, hem nakliyata, hem inşaata
ve bunların hamısında biz neticeleri görürük. Bilirsiniz, o kadar faktlar var. Onları siz bilirsiniz. Ve ben hesap ederim ki sizin böyle bir auditoriyada size ben rəqəmlər getirip, faktlar getirip sizi inandırmaya çalışmamalıyam. Çünkü siz bu işi başkalarına nispeten daha da yaxşı bilməlisiniz, yaxud da ki bilirsiniz ve bizim bu işimizi təbliğ etməlisiniz. Çünkü siz iktisatçısınız. Bizim bu islahatların əhəmiyyətini cəmiyyət hiss edir, neticesini görür. Ama iktisatçılar gerek bizim bu iktisadi siyasetimizde hayata geçirdiğimiz islahatların her birinin hem hayata geçirme prosesi hem onun neticelerini təhlil etsinler ve olabilir bundan yaxşı eserler de yazabilirsiniz. Bu da sizin ilmi eserlerin olacaktır. Ama benim için daha da çok meraklıdır ki siz burada bize geniş kütleye bizim bu iktisadi siyasetimizi, islahatlarımızı izah etmek için faal bizim yardımcımız olasınız. Siz bilirsiniz bizim indi artık ümumi daxili məhsul geçen ilde 10% artmıştır. Bu MDB ülkeler içerisinde en yüksek göstericidir. Sanayi istehsalı təxminən 5% artmıştır. Kət təsərrüfat istehsalı təxminən 9% artmıştır. Ben təxmini deyirəm, biraz o yan bu yan olabilir. İnflyasiya yoktur. İndi geçmişte Sovet vakti kimse sizden bilirdi ki inflasya nedir? İnflasyanın olduğunu hiç kes bilmirdi. Biz Moskva'da Nazirler Sovetinin icrasında her yıl bütçeni təsdiq eləyəndə bir defa onda inflasya sözü kalkırdı. Onda da o inflasyanı o Sovet demek oradaki sistemiyle elə düzeldirdiler ki inflasya var ama inflasya da yok. Ama indi hünerim var biraz o tarafa bu tarafa böyle ehtiyatsız terper. Gördünüz Türkiye'de ne oldu? İnflasya ne oldu? Yaxud ondan evvelki 2-3 ildə Rusya'da ne oldu? Ondan evvel de Uzak Şərqdə ne oldu? Haralarda oldu? Ve o böhranlardan indiye kadar o ülkeler çıkabilmediler. Ama bizde 93, 94, 95. ildə inflasya 1600%'e çattığı halde biz 3-4 yılın içerisinde inflasyanın karşısını aldık, kiloladık onu. Şimdi her il bizde valuta sabittir ve müəyyən lazımı o maliyyəçilər bunu yaxşı bilirler. Maliye kanunlarına uygun 1%, 2% inflasya var. Budur bizim göstericilerimiz. Göstericilerimiz çoktur. Nailiyyətlərimiz çoktur. Ancak bu bizim için hele yeterli değil. Bizim çok büyük imkanlarımız var. O imkanlardan sizle biz bir yerde istifade etmeliyiz. Ben bugün sizin karşınızda Azərbaycanın iqtisadiyyatının bugünkü vəziyyəti, əldə olmuş nailiyyətlər, rəqəmlər haqqında söhbət açmaq fikrində deyiləm. Ben sadece bu temalara toxunuram ki, bununla bağlı olarak bunlarla əlaqədar iktisatçının vəzifəsi
İktisat elminin vazifesi ve İktisat Üniversitesi'nin vazifeleri hakkında danışam. Bunun detallarını siz yaxşı bilirsiniz. Bu iş benim de işim değil. Benim olsa da derdim çok, işim çok, problemim çok. Ancak esas bu fikirlerimi ben size çattırarak bildirmek istedim ki siz hamınız Azerbaycan'ın iktisatçıları, yaşlıları da, gençleri de yeniden doğulmuşsunuz. Biz de yeniden doğulmuşuk. Nece iktisatçı kimi ve iktisat siyaseti hayata keçilenler kimi. Ama birdenbire de olmamışık. Bir gün, iki gün içinde. Ağır bir proses geçirik. Geçit prosesi geçirik. Bak bu geçit prosesini biz sizinle ardıcıl, dayanmadan, uğurla aparmalıyıq ve Azerbaycan'ın iktisadiyatını daha da inkişaf ettirmeliyiz. Azerbaycan iktisadiyatının büyük imkanları var. Birincisi size malumdur bizim neft ve gaz servetlerimiz. Size malumdur bizim hayata geçirdiğimiz layihələr ve elde ettiğimiz neticeler. Bunu da üstünde dayanmak istemiyorum. Sovet vaxtından yaranmış Azerbaycan'ın büyük sanayi potansiyeli. Size malumdur Azerbaycan'ın çok güzel mümbit torpaqları ve büyük kent təsərrüfat potansiyeli. Bunlar hamısı size malumdur. Ve bunları bizim daxili imkanlarımızı harici investisiya ile birleştirerek ve dünya iktisadiyatına integrasyon olarak biz iktisadiyatımızı çok suretle inkişaf ettirebiliriz. Böyle imkanlar var ve bizim elimizde büyük perspektifler var. Bilirsiniz ki tahminen 94. yıldan indiye kadar Azerbaycan'ın iktisadiyatına 9 milyar dolar sermaye koyuluptu, investisiya koyuluptu. Düşünün, kiçik bir ülke için bu çok büyük rakamdır. 5 milyar 3 milyon dolar neft sektörüne koyuluptu. Tasavvur edin, bu neft sektörüne koyulan investisiya harici şirketlerin investisiyasıdır. Karşıda gelen 3-4 ile Azerbaycan neft sektörüne tahminen bir neçe milyar dolar investisiya koyulacaktır. Bunlar hamısı öz neticesini verecektir. Şimdi biz neft layihəlerinden menfaat götürürüz. Bizim artık neft fondu yaratmışıq. Tahminen 600 değil 580 milyon dolara kadar neft fondunda bizim vesayetimiz var. Bizim 1 milyar 200 milyon dolar valuta ihtiyatımız var. Ama 93. yılda 9 yıl bundan qabaq. Bəli, 9 yıl bundan qabaq bugün ayın 12'sinde ben burada Bakıda ağır vəziyyətdə Azerbaycan'ın məsuliyyətini özlerime götürmek teklifini düşünürdüm ve müzakere edirdim. 9 yıl bundan qabaq. Bizim 1 dolarda valuta ihtiyatımız yoktur. Bunlar hamısı bizim ilkin
elde ettiğimiz neticelerdir. Ve karşıdaki iller bizim bu gelirlerimiz artacak. Ve halkın rifahı yaşlaşacak. Maaşlar artacak. Bizim bütçe yerine getirilir. Problem yok. Şimdi ilin ikinci yarısında müeyyen sahelerde maaşları artıracağız. Ben akademiyanın prezidentine demiştim bir neçə gün bundan önce, bugün bir de demek istedim ki, ben Elmler Akademiyası'nın maaşlarını bu yakın vaxtlarda kaldıracağım, artıracağım ve bu arada artık gösteriş vermişim. Baş nazire ve maliye nazirine onlar bana teklifler hazırlıyorlar. Bu günlerde bakacağım. Artıracağım. Narahat olmayın. Özde hissedeceksiniz bunu siz. Hissedeceksiniz. Başka sahalarda da maaşlar artıracağım. 2 gün bundan qabaq ben ferman verdim. 150 nefer Azerbaycan'ın görkemli incəsənət, ədəbiyyat, başka sahalarda faaliyet göstermiş insanların arasına 1.500.000 manat ömürlük təqaüd təyin etdi. 5 yıl bundan qabaq mənim belə bir imkanım yoxdu. İstəyirdim, ama edə bilmirdim. Çünkü mənim imkanım yoxdu. Vəsaitim yoxdu. İndi vəsaitim var. Görürsünüz birdən-birə nə qədər səxavətləşdirdim. 150 nəfər adama birdən o kadar böyük mən təqaüd təyin etdim. Onlar hər birisi Azərbaycanın ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin və bütün başqa sahələrinin tarixidirlər. Hər birisi. Tarih neden yaranır? Tarih insanlar yaradır. İnsanların şahsiyeti tarihi yaradır. Eğer onlar şahsiyettilerse. Bir de ki bu şahsiyetlerin yarattıkları eserler ve onların halka koyup gittikleri irs bu tarihi yaradır. Bak bizim bu tarihimizi yaradanlardılar. Hemen o 150 adamın içerisinde bir tahminen onlar dedi ki 23 şair yazıcı var. Öyledir mi? Şimdi görün. Ama belki onu çoğular da bilmir. Orada tahminen bir 25-30 nefer vaktiyle sosyal sema kahramanı adı almış insanlardılar. Onları unutma olmaz. Her devrin öz hükmü var. Hatırınızdadır. O illerde bizim ülkemizden ilde bir defa, 2 defa, 3 defa, 5-6 nefere sosyal sema kahramanı adı verilen de ne kadar sevinirdik. Bu biz değiliz mi? Niye biz bunu unutmuşuz? Niye biz buna artık neter derler, qaralıyırıq? Ne için? Bizim çok görkemli yazıcılarımız, bestekarlarımız, şairlerimiz o illerde sosyal sema kahraman adlar aldılar. Her birisi bir hadiseydir. Benim hatırımda da ilk defa gerek ki 75. yıldaydı. Rahmetli Süleyman Rahimov'un o vakit 75 yaşı oldu. Ben xahiş ettim ona sosyal sema kahramanı versinler. Düzdür her defa bu asan geçmirdi ancak herhalde benim bu barada halkıma sadakatim ve halkımın yolunda fedakarlığım hemşe neticesini verirdi. İlk defa Süleyman Rahimov bizim yazıcıların içerisinde sosyal sema kahramanı adı aldı. Böyle bir hadiseydi.
Hamımız sevinirdik. Çünkü traktörçü alırdı, sağcı alırdı, sonra agronom alırdı, kolhoz sadrı da alırdı. Yahut da ki nefçi de alırdı. Ama intelekt adamı, hansının kemeği minlerle, 10 binlerle başka zahmet adamın emeğinden üstündür. Ama bunlara vermirdiler o vakitler. Biz bu ananı yarattık. Biz yaratmadık. O artık yaranmıştı Moskova'da. Ama biz Azerbaycan'ı bu seviyeye kaldırabildik. Ondan sonrakiler Süleyman Rüstem, Resul Rıza, Mirza İbrahimov, yazıcılardan kim kaldı anar? Dördü. Yaş. Bestekar Kara Karayev, Niyazi Fikret Emirov, Raşit Behbutov, Mikail Hüseyinov, Memar, Mustafa Topçubaşev, alim, başkalar da olabilir, unutmuşum. Bilirsiniz, şimdi zaman geçip bazı şeyler demiyorlar. Ben Raşit Behbutov'u takdim edilende ki buna sosyal emeği kahramanı versinler, bana dediler ki hele eserde bu janrdan olan artist sosyalist emeği kahramanı almayıptır. Ben dedim olabilir almayıp. Ama Raşit Behbutov bunların hamısından üstündü. Demek bu almalıdır. Dedi yok, siz neler düşünürsünüz ki Rusya'da da çok büyükleri var. Dedim var, onlara verin, ben size mani olmurum. Ancak Raşit Behbutov almalıdır. Şimdi bunu da diyeyim ki birinci defa geçmedi. Bir yıldan sonra yine de meselanı kaldırdım. Ve nail oldum. Şimdi gelin açık danışaq da Raşit Behbutov çok dahi bir müğənnidir. Tekrar olmaz. Hamımız onu sevirdik. Ben de onu çok sevirdim. Ancak ben Azerbaycan'ın başçısıyım. Ben min tane derdim var, min tane de işim var. Şimdi her bir defa alınmadı da. Raşit Behbutov'dan ötürü gedim özümü öldürüm orada. Ama ettim özümü öldürdüm. Yani mecazi manada deyirəm de. Ama buna nail oldum. Bu sözü ona göre getirirəm ki bu adlar çok kıymetli adlardır. Ve bu gün de onlar kıymetlidir. Şimdi onların içerisinde hemin o sanayiden, kent tasarrufattan olan adamlar var. Ağır maddi vəziyyətdədirlər. Onları niye unudaq? Onlara da ben belə təqaüd tayin ettim. Yani inkişaf edirik ve inkişaf ettikçe zenginleşirik. Devlet zenginleşir, millet zenginleşir, halk zenginleşir, maaşlar artır ve bundan sonra da artacaktır. Arkaya olabilir. Aziz dostlar, ben bugün sizle bir nevi çok açık, serbest ve sade bir söhbət aparırım. Siz görürsünüz ki, benim bu nitkimde hansısa bir xüsusi siyasi əhəmiyyət kəsb edən ifadeler yoktur.
Ama benim işim Azerbaycan'ın prezidenti kimi odur ki her bir insana imkan dairesinde apardığımız harici ve dahili siyaseti izah edək. Gördüğümüz işler hakkında müəyyən məlumat verək. Bizim bütün sahalarda işlerimiz uğurla gedir. Bizi narahat eden ve bizim hələ də ki bu sahada bizim istediğimiz nail olmadığımız bir istiqamət bu Ermənistan-Azərbaycan münaqişəsidir, Dağlıq Qarabağ münaqişəsidir. Ve bununla əlaqədar ağır vəziyyətdə çadırlarda yaşayan bizim soydaşlarımızdır. Bilin, tək söz yox, qoy bütün millət bilsin, xalq bilsin ki, bu mənim qarşımda, mənim həyatımda bugün də, sabah da ən əsas vəzifədir və işimin daha da çox, yəni vaxtımın daha da çox hissəsini alan bir işdir. Nə mümkün də etmişəm. Ama o şeyleri ki biz etmişik, şəxsən mən etmişəm, onların çoxunu siz bilmirsiniz. Bilmirsiniz. Ve bilmeye de ihtiyaç yoktur. Ama ne mümkündür. Ve bundan sonra da edeceğim. Ben bu yolda dönmeyeceğim. Ve ümid edirəm ki, biz bu problemi de uğurla halledeceğiz. Hələ ki, konflikt həll olunmuyubdur. Ben çalışıram ki, bizim çadırlarda yaşayan soydaşlarımızın vəziyyətini müəyyən qədər yaxşılaşdıraq. Doğrudur, onlar hamısı öz evlerine qayıtmalıdırlar. Onların indi evləri dağıdılıbdırsa, onların yerleri var, yurtları var. Biz ve güman edirəm Dünya Birliği bize yardım edecektir ve bize söz veripler. Hem Avrupa Birliği hem Amerika Birleşmiş Ştatları hamısı söz veripler ki mesele hall olsa, eğer o insanlar öz yerlerine qayıtsınlar, onların kentlerini, qəsəbələrini, şəhərlərini yeniden kurmak için bize lazım olan yardımlar edilecektir. Ve bizim o vakte kadar özümüzün de imkanlarımız çok olacaktır. Bunlar edeceğiz. Ona göre de onlara indi burada hardasa ev tikmek, yerleştirmek məqsədə uygun değil. Aynı zamanda ben bir neçə dəfə Velosuvarda çadırlarda olmuşam. Orada şoran torpaqdır. Yaşamaq başka yerlere nispeten çok çətindir. Ve ben karar kabul ettim. 40 milyon dolar neft fondundan ilk defa, yani bizim əsrin kontraktından 94. yıldan başlamış apardığımız işten elde ettiğimiz neft geliri neft fondunda toplanıptır. Neft fondundan ilk defa 40 milyon dolar ben ayırdım. Onlar için bir neçə müvəqqəti qəsəbə tikirlər və bu ilin sonuna kadar o qəsəbələr hazır olacaq. Mən Velosuvarda olan 5 çadır şəhərciyini tamam ləğv edəcəyəm, onları o qəsəbələrə yığacaq.
88-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayanda Azərbaycanlıları Ermənistandan zorla çıxartdılar. O illərdə, ondan sonraki illərdə Ermənistandan gələn Azərbaycanlılar müxtəlif yerlərdə məskunlaşdırdılar, özlərinə yerlər tapdılar. Amma bir qismi indi də dəmir yol vaqonlarında ağır şəraitdə, çətin şəraitdə yaşayırlar. Onların da tamamilə məsələsini həll etmək üçün, yəni onlara artıq müvəqqəti yox, Geranboy rayonunda, o Gülüstan tərəfində orada gözəl kətlər var. O kətlərdə onların hər birinə fərdi ev tikdiririk. Bir 150 ev hazırdır, yerləşiblər. Qalanlar da hazır olacaqdır. Və söz vermişəm, hamısı hazır olub oraya yerləşəndə mən orada gedib onlarla görüşəcəyəm. Və beləliklə, və buna da mən təxminən 30 milyon dollar vəsait ayırmışam, cəmisi 76 milyon dollar bu məqsədlər üçün mən vəsait ayırdım neft fondundan. Və bu da ilk ayırmadır neft fondundan. Görün, söhbət apardılar, neft fondu nə olacaq? Neft fondunu necə xərcləyəcəklər? Neft fondunu dağıdacaqlar. Neft fondu kontrol altındadır. Şəffaf. Və ilk ayırma 75 milyon dollar ancaq bu qaçqınlar üçün, göçkünlər üçün. Sağlıq olsun, tədricən belə tədbirlərdə davam etdirəcəyəm. Əziz dostlar, iqtisadiyyat haqqında danışdıq. Sizin vəzifələriniz haqqında danışdıq. Siyasi iqtisadiyyatı beyninizdən çıxardın. Kitablarınızın hamısı qıfıllayın, qoyun kənara. O geçmişdə yazdığınız kitabları. Onlar lazım deyirlər. Sonra hərdən bir istirahət vaxtı açıb fəraqlayarsınız ki, belə zəhmətlər çəkmişsiniz, amma onlar da lazımdır o vaxt. Yeni əsərlər yazın, birinci. Və ən əsas, gənc nəsli. Bizim gəncləri müasir bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq, müasir dünya maliyyə sisteminin tələblərinə uyğun olaraq təhsilləndirin. Rektor dedi ki, 14.000 tələbə burada təhsil alır. Böyük bir rəqamdır. 14.000 tələbə. Bunlar indi hər geçmişdə Tarix Fakültəsi, Filologiya Fakültəsi, o birisilər daha da hörmətli idilərsə, indi ən hörmətli iqtisadiyyat ixtisasıdır. Çünki əsasımız təşkil edən iqtisadiyyatdır. İqtisadiyyatı aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə qoşulmaq üçün, dünyanın mürəkkəb iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini bənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu vəzifəni siz şərəflə yerinə yetirəcəksiniz. Sizə can sağlığı, işlərinizdə yeni uğurlar arzulayıram. Sağ olun.